Hər birinizə salam dostlar. Necəsiz? Ümidvaram ki, hər biriniz əlasınız. Bu gün sizlərlə birlikdə definition testlərinin izah videosunu çəkirəm. Definition testlərini istədim ki, bünövrədən, yəni 5-ci sinifdən başlayım. Çünki bəzi dostlarımız görürəm ki, 5-ci sinif sözlərində çətinlik çəkirlər və ümumiyyətlə istəyirlər ki, ingilis dilini sıfırdan öyrənsinlər. Və bunun üçün mən də kömək məqsədi ilə istədim ki, bünövrədən başlayaraq 5-ci sinifin definition sözlərini, sözlərin aydınca mənasını sizlərə bildirərək, sizlərə göstərərək videomuzu çəkək. Deməli dostlar, bugün grade 1-i çəkəcəm. Yəni 5C grade'in 1 bölməsindən başlayacağam. Gəlin birinci sualın izahı ilə ətraflı şəkildə tanış olaq. Gəlin sözlərin mənalarını aydınlaşdıraq. Big sözünün mənası böyük deməkdir. Library, kitabxana, friend isə dost anlamına gəlir. Gəlin bu sözlərin definitionlarını ətraflı şəkildə uyğunlaşdıraq. Deməli, big sözü böyük deməkdir. Gəlin bir dənə bu sözlərə baxın. Place where many books are kept. Hər hansı bir yer ki, orada çoxlu kitablar saxlanılır. Sizcə bu hansı yer ola bilər? Təbii ki, kitabxanada çoxlu kitablar saxlayırlar. Gəlin B variantını araşdıraq. Large in size. Ölçücə böyük olan bir şey. Sizcə nə ola bilər? Böyük bir şey. Böyük, ölçücə böyük olan bir şey deməkdir. Gəlin C variantına baxaq. Person you know will and like. Deyir ki, insan, yəni şəxs hansı ki, sən o şəxsin yaxşısını, pisini bilirsən və sən onu bəyənirsən, onu sevirsən. Bu şəxs təbii ki, bizim ən yaxınımız olan, yəni ailə üzvlərimizdən savayı ən yaxınımız olan dostlarımız hesab olunur. Gəlin indi bunları uyğun olaraq variantlarla əlaqələndirək. 1B, 2A, 3C. 1B, 2A, 3C. Cavabımız oldu C variantı, əziz dostlar. Təbii ki, əgər bu sualda bilmədiyiniz hər hansı bir söz olarsa, yanınızda dəftər tutun, əvvəlcə özünüz işləyin, daha sonra mənim izahıma qulaq asın. Elə daha yaxşı öyrənərsiniz. Gəlin ikinci sualın izahı ilə ətraflı şəkildə tanış olaq. Sinema kinoteatr deməkdir. Difficult, çətin, buy isə almaq anlamına gəlir. Gəlin, belə deyim, definitionlarımızın mənalarını araşdıraq. Not easy, asan olmayan hər hansısa bir şey. Sizcə necə ola bilər? Təbii ki, çətin ola bilər. Bu, ikinciyə uyğun gəlir, çünki difficult çətin demək idi. B-sinə baxaq. Get in return for paying money. Deyir ki, nəsə almısan və onun qarşılığını pul ilə ödəyirsən, pul ilə qaytarırsan. Bu necə bir şeydir? Yəni, sən nəsə almalısan ki, buy, nəsə almalısan ki, onun qarşılığını pul ilə ödəyəsən. Bu olacaq buy. C variantına baxaq. Təbii ki, bu C şıqqına baxaq, belə deyək, türklər demiş. Place where films are shown. Deyir ki, hər hansı bir ərazi, hər hansı bir məkandır ki, sən orada əyləşmisən qəşəng rahat stolunda və orada film seyr edirsən, filmə baxırsan. Bu hansı bir yerdir? Təbii ki, kinoteatr. Deməli, 1C, 2A, 3 də B oldu. Deməli, cavabımız oldu A variantı, əziz dostlar. Yenə də deyirəm, hər hansı bilmədiyiniz bir söz olarsa, dəftərinizdə, lüğət dəftərinizdə qeyd etməyi unutmursunuz. Çünki biz bu kanala abunə olmuşuq ki, nəsə öyrənək. Mən də sizə faydalı məlumatlar paylaşmaq üçün əlimdən gələni edirəm. Gəlin üçüncü suala baxaq. Mənalarını belə araşdıra bilərəm ki, deməli dostlarım, poet sözünün mənası şair deməkdir. Şair sözünü necə aydınlaşdıraq? Şair sözü sizin ağlınıza şair deyəndə necə bir şəxs gəlir? Şair deyəndə poemalar yazan, yəni öz şeirləri ilə insanlara, belə deyim ki, vurğulayan bir şəxs gəlir. Elə deyilmi? Bəs ikinci sözün mənası nədir? Show sözü, show sözü demonstrate sözü ilə sinonimlik təşkil edərək göstərmək, nümayiş etdirmək anlamına gəlir. Üçüncü sözümüz isə sad, yəni qəmgin anlamına gəlir. Yəni bu insan sevinmir, bu insan sevinçli deyil, bu insan qəmgindir, hal-hazırda depressiya
düşkün olub. Gəlin indi definitionlarımızın mənalarına baxaq. Writer of poems. Poemalar yazan bir şəxs. Sizcə poemalar yazan bir şəxs deyəndə ağlınıza nə gəlir? Təbii ki, şair. Birə olacaq A. Unhappy or without joy. Xoşbəxt olmayan və sevinci olmayan bir şəxs. Necə bir şəxsdir? Təbii ki, qəmgin bir şəxsdir. Yəni sad. C-nə baxaq. Cause or allow to be seen. Deyir ki, səbəb olur və yaxud da sənin onu görmənə icazə verir. Belə bir şəxs həmin şəxsə deyilir ki, yəni o adam sənə nəsə nümayiş etdirməlidir ki, sən də ona baxasan, öz fikrini bildirəsən və ya onu izləyəsən. Elə deyilmi? Təbii ki, bu nümayiş etdirməyin anlamıdır. Gəlin variantlarımızı uyğunlaşdıraq. 1A, 2C, 3B. Yəni A, C, B. A, C, B. A, C, B. Gördüyünüz kimi cavabımız oldu. B variantı əziz dostlar. Yenə də deyirəm, əgər nəsə bilmədiyiniz söz olarsa və yaxud da bu izah etdiyim suallarla bağlı hər hansı bir qaranlıq məqam olarsa, şərhlərdə bildirməyi unutmayın. Sevə-sevə onları cavablandıracağam. Siz heç narahat olmayın. Yəni heç bir narahatlıq hissi keçirməyin. Bu beynin yumrusunu biraz çox böyük çəkdim. Gəlin onu silək. Tamam. Tamam. Gəlin keçək 4-cü sualın ətraflı şəkildə izahı ilə tanış olaq. Məhz sözünün mənası, bu sözün mənasını sizə necə izah edəcəm? Yəqin ki, siz uşaq vaxtı hər hansı bir qutuların içərisində olan kiçik çöpləri görmüsünüz. Yəni hər hansı ki, o çöplərlə biz misal üçün evlər hazırlayırdıq. Siz onu necə ağlınıza gətirin? Kibritin çöplərlə. Misal üçün hər hansında, yəni uşaqkən təbii ki, uşaq olmuşuq hər birimiz kibrit çöpləri ilə ev düzəltmişik, hər hansısa bir üst-üstə yığmışıq, nəsə bir fiqur alındırmağa çalışmışıq, belə deyim. Yəni bu məhz o anlamdadır. Yəni çöp anlamına gəlir. Digər bir mənası riyaziyyatdır, ancaq burada işlənən ikinci mənası çöp anlamına gəlir. Yəni çöplər, həmin çöplərlə hazırladığımız fiqurlar, yəni bu anlamdadır. Twice sözünün mənası 2 dəfə anlamına gəlir. Yəni misal üçün həftədə 2 dəfə məşğələyə gedirəm və sair belə. Bu quiz kitab rəfi anlamına gəlir. Gəlin definitionları araşdıraq. A set of shelves to hold books. Deyir ki, kitabların yığıldığı bir yer. Kitabların yığıldığı, kitabların saxlanıldığı bir yer necə olacaq? Yəni o necə ki, hər hansısa bir şkafda sən ora kitabları yerləşdirmisən ardıcıl şəkildə. Bu olacaq bookcase, yəni kitab rəfi. B-yə baxaq. Study of numbers, shapes. Deyir ki, sən həmin nömrələrlə və yaxud da çubuqlarla nəsə, hər hansı bir fiqur hazırlayıb öyrənirsən. Bu olacaq math. Ümidvaram ki, yəni bu məhsin mənasını daha yaxşı, belə deyim ki, öyrənə bildiniz, qavraya bildiniz. Twice 2 dəfə deməkdir. Two times da 2 dəfə anlamına gələcək. Çünki biz bilirik ki, times sözü, time həm vaxt anlamı var, vaxt mənasını bildirir, həm də dəfə mənasını bildirir. Belə ki, vaxt anlamında olduğu zaman sayılmayan isimdir. Bunu qeyd götürməyi unutmayın. Time deməli vaxt mənasında sayılmayacaq, ancaq dəfə mənasını bildirdiyi zaman sayılır. Gördüyünüz kimi two times burada 2 dəfə anlamını bildirir. Ona görə də sayılan bir isim kimi bizə təqdim olunub əziz dostlar. Deməli, gəlin variantımızı müəyyənləşdirək. Deməli, B, C, A. B, C, A. Deməli, cavabımız oldu B variantı. Yenə də deyirəm dostlar, əgər hər hansı bir sualda nəsə natamam olan, anlamadığınız bir nüans olarsa, yorumlarda qeyd etməyi unutmayın. Yenə də deyirəm, hər birini cavablandıracağam. Yanınızda mütləq söz, lüğət dəftəri tutun və bilmədiyiniz sözləri ora qeyd edin. Çünki siz bu kanala öyrənmək üçün gəlmisiniz. 5-ci suala baxaq. Qlobə sözünün mənası qlobus anlamına gəlir. İgici sözünün mənası asan, study sözünün mənası isə öyrənmək anlamına gəlir. Gəlin bu sözlərin indi definitionlarının tərcümələrinə bax. Not difficult. Çətin olmayan bir şey.
Çətin olmayan bir şey sizə necə olan bir şeydir? Çətin deyilsə bu asandır. Yadınızdadırmı? Biz difficult sözünə də not easy demişdik. Yəni çətindirsə not easy, yəni asan deyil. Asandırsa not difficult, yəni çətin deyil. Bu birləşmələri də dəftərinizə yazsanız çox sevinərəm. Çünki yəni öyrənmək üçün çox gözəl sözlərdir məncə. B-yə baxaq. A model of the Earth. Deyir ki, yer kürəsinin modeli. Yer kürəsinin modeli bilirsiniz ki, qlobuslarda çox aydın şəkildə, yəni miqyası kiçildilmiş versiyada bizlərə təqdim olunub. Bu olacaq qlobus. Əgər qlobus görməmisinizsə, Google-da yaza bilərsiniz qlobus, onun rahat bir versiyada, yəni açılışına baxa bilərsiniz. Yəni maraqlı olanlar üçün deyirəm, bilənlər də lap yaxşı bilirlər. Deməli, learn about a subject. Hər hansısa bir fən haqqında öyrənmək. Uşaqlar, sizə bir sinonim deyəcəm. Qeyd dəftərinizi açın və yazın. Study sözünün sinonimi elə learn sözdür. Study, learn birgə işlənir. Hər iki sözün mənası da öyrənmək anlamındadır. Yəni siz learn gördünüzsə, avtomatik olaraq heç digər sözlərin tərcüməsini bilməsəniz belə, bilməlisiniz ki, yəni sözlər deyəndə bunlardan danışırım. Yəni bu sözlərin mənasını bilməsəniz belə, learn sözündən tez tutursunuz ki, hə, bu study sözünə sinonim idi. Deməli, hə, avtomatik olaraq bunun qarşılığı budur. Bu study sözünün definitionu budur. Tamammı? Bunu da öyrənməyi unutmursunuz. Gəlin deməli variantlarımızı uyğunlaşdıraq. B, A, C. B, A, C. Cavabımız oldu A variantı əziz dostlar. A'nın ucu qaldı. Tamam. Gəlin keçək 6-cı suala. Classmate, sinif yoldaşı, clock, saat, great, əla, möhtəşəm anlamına gəlir. Gəlin bu sözlərin definitionlarını araşdıraq. Very large in size. Ölçücə böyük olan bir şey. Uşaqlar, qeyd dəftərinizi açın, yeni bir söz deyirəm. Yeni bir qeyd deyirəm. Deməli, big, great, hər ikisi sinonimdir. Çünki great sözü həm əla, həm möhtəşəm anlamına gəldiyi kimi böyük mənası da var. Great, böyük, əla, möhtəşəm. Ona görə də bu A variantına gedəcək, yəni A-ya gedəcək. B-yə baxaq. Student who is in the same class. Deyir ki, şagird kim ki, onunla eyni sinifdə oxuyur. Bu kimdir? Təbii ki, bizim sinif yoldaşlarımız. Hansı ki, biz onlarla eyni sinif otağında təhsil alırıq. C-yə baxaq. Device used to tell time. Bu nə deməkdir? Yəni, bu clock-un tərcüməsidir uşaqlar. Bu anlama gəlir ki, biz yəni vaxtı tuturuq. Yəni vaxtın saat neçə olduğunu biz aydınlaşdıra bilirik. Bu da təbii ki, bizə saatlar belə deyim ki, saatlar sayəsində mümkün olur ki, biz vaxtı müəyyənləşdirə bilərik. Deməli, gəlin variantlarımızı uyğunlaşdıraq. Deməli, B, C, A. B, C, A. Deməli, cavabımız oldu C variantı əzizlər. C biraz möhtəşəm oldu. İşte üzürü sayın. Gəlin keçək 7-ci sualın izahı ilə ətraflı şəkildə tanış olaq. Deməli, bunlar maneəçilik törədərmi bilmirəm. Bunları pozada bilərəm. Amma baxmayan şagirdlər elə bilirəm ki, yəni videonu falan qabağa verərlər, qarşıya verərlər. Bu variantları görmələri üçün, yəni yoxlamaq üçün qalsın istəyirəm. Gəlin 7-ci sualın izahı ilə tanış olaq. 7-ci sualda timetable sözünün mənası cədvəl deməkdir. Meet sözünün mənası görüşmək. Celebrate isə bayram etmək, qeyd etmək anlamına daşıyır. Gəlin bu sözlərin definitionlarını araşdıraq. Observe with festivities. Bu sözün, bu definition'ın daha doğrusu mənası nədir? Deyir ki, bayramları müşahidə etmək. Yəni, bayramları müşahidə etmək nə deməkdir? Yəni, bayramları qeyd etmək anlamına gəlir. Bu da olacaq celebrate. Qeyd etmək, bayram etmək anlamındadır. Elə düşünün uşaqlar. Festivity sözündən biz celebrate sözünü əlaqələndirərək variantımızı asan şəkildə tapa bilərik. Gəlin sizə digər bir bilgi yolunu öyrədim. Gördünüz ki, bu sözlərlə ümumiyyətcə bilmirsiniz. Deyirsiniz, ay Allah, mən nə bilim bu sözlərin mənaları nədir? Amma deyirsiniz ki, celebrate sözünün anlamını bilirəm. Bayram etmək, qeyd etmək deməkdir və cəld bir şəkildə onu tapdınız. Və tez bir zamanda, sürətli şəkildə. Çünki vaxt qızıldır. Biz vaxtımızın qədrini bilməliyik, vaxtımıza qənaət etməliyik. Deyiriz, üçüncü, belə deyim ki,
Sualın cavabını tapdınız A. Baxın, variantları 3-ə tapın A. 3-ə A olmayanların üstündən vurun. Gördünüzmü? Cavabımız oldu E variantı. Yəni imtahan müddətində stresslənməyə ehtiyac yoxdur. Yəni tez bir sözün mənasını bilirsiniz, digərlərinin mənasını bilmirsinizsə eybi yoxdur. Həmin sözün mənasını bildirsiniz, avtomatik olaraq variantlarda digər variantları əliyin, düzgün cavab qalsın qarşınızda. Deməli, əgər bu iki sözün mənasını bilmirsinizsə, yenə də yəni random olaraq atdım. Bilə də bilərsiniz. Ümumiyyətlə mən ortalığa atdım ki, yəni bu üsulla da edə bilərsiniz. Bu sözlərin mənasını bilmirsinizsə, deyirəm, lüğət dəftəriniz sizin yanınızda olsun. Əgər mənim hər hansı bir videomu izləyirsinizsə, lüğət dəftərinizi mütləq yanınızda tutun. Eynilə qayda dəftərinizdə. Rəngli qələmləriniz varsa onlarla və yaxud da adi qələmlərində, mavi qələmlərində götürüb yaza bilərsiniz. Əsas odur ki, yazmaq sizin, öyrənmək sizin içinizdə olsun. Deməli, dostlar, gəlin digər sözlərimizin, digər definitionlarımızın da mənasına baxaq. Schedule, showing time. Deyir ki, vaxtı göstərir. Vaxtı göstərən nə ola bilər? Cədvəl. Siz ümumiyyətlə, yəni müasir dövrümüzdə biz bilirsiniz ki, işlərimizi müəyyən bir nizama salmaq üçün, yəni konkret olaraq deyim, disiplinli olmaq üçün planlar hazırlayırıq. Yəni bu plan da qısa versiya şəklində cədvəl adlandırılır ki, biz cədvəldə həmin işlərimizi uyğun olaraq qeyd edirik və planlar hazırlayırıq. Yəni konkret olaraq vaxtımızın qədrini bilirik. Bu da olacaq cədvəl sözünün anlamı. Birə oldu B, gördüyünüz kimi. İkiyə də olacaq ki, C, gəlin aydınlaşdıraq. To come face to face with. Deyir ki, gəlirsən və kimləsə üz-üzə dayanmısan. Yəni, üz-üzə gəlmisən. Üz-üzə gəlmək, üz-üzə dayanmaq nə deməkdir? Yəni, onunla görüşmüsən ki, üz-üzə dayanmısan. Oldu. İkiyə də C. Neyse. Cavabımız oldu E variantı, dostlar. Gəlin 8-ci sualın izahı ilə ətraflı şəkildə tanış olaq. Deməli, late sözünün mənası geç, on sözünün mənası xala, bibi, first sözünün mənası isə birinci anlamına gəlir. Təbii ki, sıra sayıdır. Qeyd dəftərinizi alın. Article mövzusuna danışacağım. First sözü təbii ki, qarşımıza çıxdı. Tez bir qayda deyirəm. Bilməlisiniz ki, dostlar, Z artiklı, D artiklı sıra sayılarının qarşısında həmişə bilməlisiniz ki, D artiklı işlənir, əzizlərim. Yəni, the first, the third, misal üçün, third deyə yazılır. Əgər qayda kitabınız varsa, misal üçün, Nərgiz Nəçəfi aça bilərsiniz artikl mövzusunda. Onun əl yazmaları çox gözəl bir şəkildə təqdim olunub. Artikl mövzusu çox qəşəng verilib. Gəlin, deməli, bu sözlərin definitionlarını aydınlaşdıraq. Belə ki, coming before all azəm. Deyir ki, deməli, before sözünün mənası before, əvvəl, after isə sonra anlamına gəlir. Deyir ki, bütün insanlardan əvvəl gəlmsən. Əvvəl gəlmisənsə, sən öz beynində necə bir şəxs yaranır? Yəni, sən birinci gəlmsən. Cavabımız olacaq 3-ə A. 3-ə A, gəlin 3-ə tez A-nı yazaq. Bu digərlərini atırıq və 3-ə A yazırıq, əzizlərim. Daha sonra, sister of your father or mother. Yəni ki, atanın və yaxud da ananın bacısı. Yəni ki, bu sayılacaq sənin bibin, xalan və yaxud da elə deyilmi? Deməli, uşaqlar, bu olacaq xala, bibi. Cavabımız olacaq 2-yə B variantı. Birinciyə baxaq, deməli, after the expect time. Bu sözün mənası nə deməkdir? Yəni, hamıdan sonra gəlmək. Hamıdan sonra gəlmək təbii ki, gecikmək anlamındadır. Sən gecikmisən ki, bütün şagirdlər sinifdə oturub, sən də müəllimdən sonra sinifə daxil olmuşsan. Gəlin, variantımızı araşdıraq. Deməli, 1-ə dedik C, 2-ə dedik B, C, B, A. C, B, A. Deməli, cavabımız oldu A variantı, uşaqlar. A variantına da qəşəng təqdim etdik bura. Gəlin 9-cu sualın izahı ilə ətraflı şəkildə tanış olaq. 9-cu sualda do shopping, bazarlıq etmək, check yoxlamaq, team isə komanda anlamına gəlir. Gəlin bu sözlərin definitionları ilə ətraflı şəkildə tanış olaq. Group of people working together. Bir qrup insan birlikdə işləyir. Bu nədir? Bu təbii ki, komandadır. Komanda şəklində birgə işləyirlər. Çünki əməkdaşlar, çünki həmkardılar. Go to shops and buy things. Deyir ki, mağazaya getmisən və çoxlu şeylər alırsan. Çoxlu, misal üçün, paltarlar, ayaqqabılar, çantalar və s. alırsan.
Bu olacaqdır shopping, yəni bazarlıq etmək. Examine something. Deyir ki, nəsə tapşırığı, belə deyim, yoxlamaq. Check sözü elə examine-dən sinonimlik təşkil edə bilər. Çünki check yoxlamaq, examine something nəsə hər hansı bir tapşırığı yoxlamaq anlamına gəlir. Deməli 2 də olacaq C. Gəlin variantlarımızla əlaqələndirək. Deməli B, C, A. B, C, A bizim olacaq cavabımız C variantı əziz dostlar. Deməli, gəlin 10-cu sualın izahı ilə ətraflı şəkildə tanış olaq. Onu da bildirim ki, definitionımız 20 sualdan ibarətdir. 10-cu sualdan have a fun, əylənmək, small, kiçik, spend time, vaxt keçirmək anlamına gəlir. Gəlin bu sözlərin definitionları ilə tanış olaq. Not large in size number. Deyir ki, ölçücə böyük deyil, sayca da böyük deyil. Təbii ki, bu nə ola bilər? Bu kiçikdir ki, ölçücə böyükdir, balacadır. 2-yə oldu A. Gəlin 2-yə A-nı tez cəld bir şəkildə işarə edək. Əla. 2 variant arasında qaldıq. Enjoyable or amusing time. Həzz verici və yaxud da əyləndirici bir zaman. Bu nə olacaq? Have a fun, yəni əylənmək. Bu birləşməlidir uşaqlar. Qeyd dəftərinizi açın və ora yazın. Have a fun. Yəni fun have-dən işlənəndə ortasına bir dənə article gəlir. Yəni have a fun, əylənmək anlamındadır. Birə də uyğun gəldi B, birə də uyğun gəldi B. Deməli cavabımız oldu B variantı əzizlərim. Gəlin 3-cünə də aydınlaşdıraq. Spend time dedik ki, vaxt keçirmək deməkdir. Dedicate time to an activity. Deyir ki, bütün vaxtını kimləsə, belə deyim ki, əylənməyə həsr etmək. Kimləsə əylənmək üçün vaxtını sərf edirsən. Dedicate həsr etmək anlamına gəlir. Deməli, spend time, yəni onunla vaxt keçirirsən anlamına gəlir. 3-ə də uyğun gəldi, gördüyünüz kimi burada. Deməli, uşaqlar, 10-cu sualımız da bitdi, geridə qaldı 10 sualımız. Sıxılmırıq, yorulmuruq. Əgər yoruldunuzsa, videonu dayandırıb, gedib özünüzə bir kofe, çay süzüb, gəlib videonun ardına davam edə bilərsiniz. Ümidvaram ki, sizləri sıxmıram, sizləri yormuram, əzizlərim. Gəlin 11-ci sualın izahı ilə ətraflı şəkildə tanış olaq. Do exercise, deməli, tapşırıq etmək, yəni dərs etmək anlamına gəlir. Happy, xoşbəxt, countryside, şəhər ətrafı, yəni kəndyanı ərazilər nəzərdə tutulur. Deməli, gəlin bunların definitionlarına baxaq. Physical activity, fiziki aktivitə nəzərdə tutulur. Yəni, bunu biz do exercise ilə əlaqələndirəcək. Ona görə ki, bu tapşırıq etmək nə mənadadır? Yəni, idman etmək anlamında. Hər hansı, yəni, planımı qurmuşsan ki, bugün, misal üçün, saat 4-də mənim məşqim var, gedib idman etməliyəm. Do exercise o anlama gəlir. Yəni, idman etmək, tapşırıqlarını icra etmək anlamındadır. Təbii ki, tapşırıq etmək sadəcə biz abituriyentlərin bildiyi kimi, yəni yalnız yazı yazmaqdan, kitab oxumaqdan, dərs etməkdən danışmıram. Yəni tapşırıqlarını icra etmək, idman etmək də anlamına gələ bilər, yəni uşaqlar. O da sizin üçün bir tapşırıqdır ki, bədən yığmaq üçün, əzələ yığmaq üçün məşq edirsiniz, idman edirsiniz. Deməli, gəlin B variantı ilə tanış olaq. Away from, deməli, towns and cities. Deyir ki, şəhərin və yaxud da, tamam biz bilirik ki, kiçik şəhər anlamındadır, yəni kənd anlamına gəlir. Şəhər və yaxud da kənd ətrafı, bu olacaq countryside. 3-ə uyğun gəldi B. Deməli, 1A, 3B, 1A, 3B, 1A, 3B. Gördüyünüz kimi uyğun cavabımız E variantı gəlir, 1A, 3B. Cavabımız olacaq E variantı. Gəlin ikincini də araşdıraq. Happy dedik ki, xoşbəxt deməkdir. Feeling joy or pleasure, yəni özünü sevincli və yaxud da məmnun hiss etməksə, xoşbəxtsənsə, özünü sevincli və məmnun hiss edəcəksən təbii ki. 2-yə də uyğun gəldi, gördüyünüz kimi. 11-ci sualın izahını da bitirdik. Gəlin 12-ci sualın izahı ilə ətraflı şəkildə tanış olaq. Deməli, city center, şəhər mərkəzi, favorite, sevimli, conversation, söhbət anlamına gəlir. Misal üçün, uşaqlar, qeyd dəftərinizi açın və yaxud da lüğət dəftərinizə yazın. Conversation klub isə söhbət klubu anlamına gəlir. Misal üçün, siz öz dərs qrupunuzu və yaxud da sinif yoldaşlarınızla olan qrupun adını Conversation Club qoya bilərsiniz.
Yəni söhbət klubu və yaxud da dərs klubu qoya bilərsiniz misal üçün. Yəni maraqlı adlar dedim sizə. Biraz fikrimizi yayındı mı? Yayındı. Gəlin indi davam edək definitionlarımızı araşdırmaqla. A-da deyir ki, main or central part of a city. Deməli deyir ki, şəhərin mərkəzi hissəsi nə olacaq? Şəhər mərkəzi birə uyğun gəldi. Biri uyğun gəldi. Cəld olaraq digər variantları atırıq əzizlərim. Bu necə aşağı gəldi bilmədim. Deməli, talk between people. Deyir ki, insanlarla söhbət etmək. Bu nədir? Conversation, söhbət, danışıq anlamına gəlir. 3-ə uyğun gəldi və 3 uyğun gəldi və gördüyünüz kimi cavabımız oldu. C variantı əziz dostlar. Gəlin ikincini də araşdıraq. Best liked or must enjoy. Deyir ki, səni xoşbəxt edən, sənin həzz aldığın və yaxud da sənin həzz aldığın nəsə bir şey, sənə əziz olan nəsə. Bu olacaq sənin sevimlin. Sən sevirsənsə, o sənin üçün əzizdirsə, sən onu həmin misal üçün işə etdiyin zaman və yaxud da hər hansı bir sevdiyin fəndirsə, onu oxuduğun zaman ondan zövq alacaqsan. Gəlin 13-cü sualın izahı ilə ətraflı şəkildə tanış olaq. Ride sözü sürmək anlamına gəlir. Sürmək deyəndə misal üçün velosiped də sürə bilərsən, atı da sürə bilərsən. Bu iki anlamda da var. Cəld olaraq lüğət dəftərinizə qeyd edin, əgər bilmirsinizsə. Schoolyard, məktəb həyəti, science isə elm anlamına gəlir. Gəlin, baxaq. Deməli. Definitionların izahı ilə tanışılaq. Playground of a school. Deməli, məktəbin oyun meydançası, oyun zalı kimi. Bu olacaq məktəb həyəti, schoolyard. 2-yə uyğun gəldi. Gəlin variantlarımız. Tez eləyək. 2-yə uyğun gəldi. Gördünüzmü? Cavabımız necə də üzə çıxdı. Cavabımız oldu E variant. Təbii ki, digər variantları da araşdırmadan getməyəcək. Yəni, konkret olaraq bizə rahat yox. Gəlin B-yə baxaq. Sit on a horse and control it. Deməli, atı idarə edirsən. Atı sürürsən. Bu olacaq nə? Saat sürmək. Dediyim kimi, ride həm velosiped sürmək anlamındadır, dostlar. Həm də at sürmək anlamındadır. 1-ə uyğun gəldi və gördüyünüz kimi 2-yə də A uyğun gəlmişdi. 3-ə baxaq science E. Knowledge about natural. Deməli, hər hansısa elm haqqında öyrənmək, yəni elm öyrənmək anlamına gəlir. Bəli. Gəlin indi neyniyək? 14-cü sualımızın izahı ilə də ətraflı şəkildə tanış olaq dostlar. Deməli 14-cü suala qədər gəlmişsinizsə, bura kimi məni izləmişsinizsə, əgər videomu bəyəndinizsə kanalıma belə deyim ki, videomu bəyənib like butonuna basıb kanalıma abunə olmağı unutmayın əziz dostlar. Mən də çox insana faydam toxunsun istəyirəm. Onlar da mənim dediyim məlumatları öyrənsinlər və ölkəmiz daha da savadlı olmağa belə deyim ki, geçsin. Hər kəs savadlı olsun, hər kəs öyrənsin, nəsə bilsin. Gəlin 14-cü sualın izahı ilə ətraflı şəkildə tanış olaq dostlar. Dream sözünün mənası isim kimi arzu və yaxud da arzulamaq anlamına gələ bilər. Feil kimi arzulamaq. Often, tez-tez, bulletin board isə elan lövhəsi anlamındadır. Gəlin definitionların mənalarına baxaq. Deməli, many times. Üzr sayın. Many times o deməkdir ki, yəni vaxtını tez-tez keçirir. Vaxtını tez-tez keçirmək nə deməkdir? Yəni, often, tez etmək. Uşaqlar, qeyd dəftərinizə yaza bilərsiniz. Sinonimlər başlığı altında aşağıdan yaza bilərsiniz ki, often sözünün digər sinonimi frequently sözdür. Frequently. O da tez-tez anlamına gəlir. Gəlin B variantının anlamına baxaq. Display, notice, about information. Deməli, burada bunu anlama gəlir ki, bu sözün mənası display notice about information. Deməli, informasiya haqqında nəsə bilmək. Belə deyim ki, bu bulletin boarddır. Yəni, informasiyaları göstərən bir sistem kimi. Bulletin board, elan lövhəsi. Elan lövhəsində uşaqlar, siz bilmirəm, bu uşaqlıqlarımızın kinosu olan Selena kinosuna baxmısınız ya yox və yaxud da Bizvey kinosuna baxmısınız ya yox. İnşallah baxarsınız və yaxud da baxmamısınızsa YouTube kanalında, YouTube'da daha doğrusu YouTube'larda nə ilə? YouTube'da yazıb baxa bilərsiniz.
uşaqlığımızın kinosu. Bilmirəm, ümid edirəm ki, oldular, yəni bunu bilər. Hal-hazırda da yəni verilir A2 kanalında. Daxil olub baxa bilərsiniz. Nəysə, sözümün sonu bu deyil. Bezbek kinosunda deməli cizgi filmində belə deyək, cizgi film kimi gedir, kino kimi də gedə bilər. Əslində bölümləri çoxdur. Kinonun bölümü çox olmur. Nəysə, orada deməli məktəblərdə elan lövhələri asılır. Belə ki, elan lövhələrində nələr təqdim olunur? Məsəl üçün deyirlər ki, məsələn, bu uşaq daha çox dərs oxudu və yaxud da məsələn dərs tapşırıqlarını etmək üçün bu saatdan bu saata məsələn müəllim var, müəllim bizə tələb olunur, işçi tələb olunur. Yəni elan kimi, informasiya verici bir elan kimi təqdim olunur və yaxud da afişa kimi asırlar ki, misal üçün Einstein bir alimdir, onun haqqında məlumatları qeyd edirlər və s. belə. Yəni riyaziyyatçıdır, belə kimi təqdimatlar verirlər. Yəni informasiya ötürürlər insanlara, belə deyim. Bu da olacaq, 3-ə də uyğun gəldi B variantı, daha doğrusu B. 3-ə də uyğun gəldi B. Görək 2-yə A, B, A, B. Görək A, B var, bəli var. Deməli, bizim doğru cavabımız oldu burada A variantı uşaqlar. Ayda, A nə böyük oldu belə. Nəsə. Deməli, uyğun gəldi bizə A variantı. Dream sözünün mənasını aydınlaşdıraq. With, wish, daha doğrusu to have. Nəsə arzu etmək. Wish sözü ilə dream sözündən sinonimdir, əzizlərim. Lüğət dəftərinizə və yaxud da qayda dəftərinizə yazın. Dream, wish. Bunlar sinonimlər. Hər ikisinin mənası da arzu, xəyal anlamına gələcək. Deməli, gəlin 15-ci sualın izahı ilə ətraflı şəkildə tanış olaq. Yenə də bildirirəm ki, testimiz, yəni definition testimiz 20 sualdan ibarətdir. Qələt sözünün mənası şad anlamına gəlir. Tekst sözünün mənası mətn anlamına gəlir. Texnology isə təbii ki, bildiyimiz texnologiya anlamına gəlir. Yəqin ki, həmin haqqıma baxmısınız. Texnologiya haqqında danışıram. Deməli, gəlin indi definitionların mənalarına baxaq. Use of knowledge to invent tools. Burada nə deyir? Deyir ki, bilik və yaxud da deməli, biri nə deyir burada? Boy. Burada deyir ki, use of knowledge to invent tools. Deməli, bilik ixtira edir. Bilikdən istifadə edərək hər hansı bir nailiyyət əldə edir. Bu anlama gəlir. Təbii ki, texnologiyalar vasitəsilə, yəni müasir mobil telefonlar vasitəsilə biz nə edirik? İnformasiya əldə edirik, bilik öyrənirik. Təbii ki, bəzi insanlar var ki, texnologiyadan düzgün şəkildə istifadə etmirlər. Fərqli, belə deyim ki, zərərli işlər üçün istifadə edirlər. Təbii ki, bəzi insanlarımız da var ki, ondan sadəcə yararlı məqsədlər üçün istifadə edirlər. Yəni ki, bilik öyrənməkdən danışıram. Onsuz da həyatda hər şey, belə deyim ki, iki cürdür. Yaxşı, pis, yaxşı insan, pis insan, yaxşı sosial şəbəkədən istifadə edən insan, pis sosial şəbəkədən zərərli məqsədlər üçün istifadə edən insanlara bölünürük. Deməli, texnologiya getdi A variantına. 3-ə uyğun gəldi A. 3-ə uyğun gəldi A. Gördüyünüz kimi bizim cavabımız oldu D variant. Təbii ki, digərlərində araşdırmadan bizə rahat yoxdur. Deməli, qələt sözü dedik ki, şən, şad deməkdir. Baxın C'yə, pleasant, happy, yəni xoş, məmnun, xoşbəxt. Bu insan şad, şən bir insandır. Birə uyğun gəldi. C variantı gördüyünüz kimi. Gəlin ikiyə baxaq. Any form of written material. Deməli, yazılı bir material. Yazılı bir material nədir? Mətindir. Mətinlər bizə yazılı şəkildə təqdim olunmuş materiallardır. 2-yə də uyğun gəldi B variantı. Deməli, cavabımız oldu 15-ci sualda D variantı uşaqlar. Əgər videom sizə maraqlı gəldisə, belə deyim ki, oxumağı sevən, öyrənməyi sevən dostlarınızla da videomu baxdıqdan sonra paylaşa bilərsiniz və yaxud da baxmadan əvvəl paylaşa bilərsiniz. Gəlin 16-cı sualın izahı ilə ətraflı şəkildə tanış olaq. Poem sözünün mənası yenə dediyim kimi şair, şeir anlamına gəlir. Daha sonra physical education. Physical education fiziki tərbiyə. Pencil case isə qələm qabı. Biz ona məşhur qələm qabı deyirik və yaxud da rusca desək kaşlok deyirik.
Deməli dostlar, gəlin bunların definitionlarını öyrənək. Care of the human body. Bu nə deməkdir? Deyir ki, insan bədəninin qayğısına qalır. Təbii ki, fiziki məşqlər, fiziki tərbiyə ümumiyyətcə biz ona deyirik də. Fiziki tərbiyə deyilir, yəni o dərsdə keçdiyimiz fiziki tərbiyə anlamına da gələ bilər və yaxud da evdə etdiyimiz fiziki məşqlər, bunlar hər biri insan sağlamlığı üçün vacibdir. Ümumiyyətcə, əgər insan oturaq həyat tərzi keçirirsə, onun belə deyim ki, orqanları atqaz verməyə başlayır. Yəni ki, zaman keçdikcə piylənmə baş verir. İnsan oturaq qaldıqca, çox oturaq həyat tərzi keçirdikcə piylənmə baş verir. Bu da insan sağlamlığı üçün zərərlidir. Ona görə də daim hərəkətdə olmaq lazımdır. Gün boyu belə deyim, o 20 dəqiqə qaçmaqda bizim orqanlarımızın, ürəyimizin fəaliyyəti üçün necə böyük bir xeyirdir. Onu belə deyim ki, bilmək çox vacibdir. Deməli dostlar, 2-yə uyğun gəldi. A. Bağışlayın. 2-yə uyğun gəldi. A. B-yə baxaq. Small container for pens. Kiçik bir saxlama qabıdır. Nə üçün? Qələmlər üçün kiçik bir saxlama qabıdır. Bu olacaq pencil case, yəni qələm qabı. C-yə baxaq. A composition in verse. A composition in verse. Ümumiyyətcə biz bilməliyik ki, composer bəstəkar deməkdir. Composition in verse isə kompozisiyalar hazırlayan. Yəni ki, bəstəkar üçün lazımlı olan belə deyim ki, məlumatların yığın məcmusu anlamına gəlir. Bu da olacaq poem. Yəni 1-ə də uyğun gəldi C. Deməli 1 C, 2 uyğun gəldi A, 3-ə də uyğun gəldi B. C, A, B, C, A, B hardadır? Uşaqlar C, A, B, D variantındadır. 16-cı sualın izahı bitdi. Gəlin 17-ci sualın izahı ilə ətraflı şəkildə tanış olaq. Classroom sözünün mənası sinif otağı anlamına gəlir. Desk sözünün mənası parta, tired isə yorğun, yorulmuş anlamına gəlir. Gəlin definitionların mənalarını ətraflı şəkildə araşdıraq. Verse students are such. Deyir ki, hər hansı, yəni hansı bir yer ki, şagirdlər orada öyrənirlər. Şagirdlər orada təhsil alırlar, oxuyurlar. Təhsil almaq deyəndə təhsil almaq deyəndə ağlınıza məktəbdə gələ bilər. Təhsil almaq deyil, yəni öyrənirlər. Şagirdlər orada öyrənirlər. Təbii ki, classroom, sinif otağında şagirdlər orada belə deyim ki, oxuyurlar, sinif yoldaşları ilə birgə fəaliyyətdə olurlar. 1-ə uyğun gəldi A. 2 variant arasında qaldıq uşaqlar. Yəni G variantı və D variantı. Desk sözünün mənası oldu parta. You sit at to read, write, work. Write və yaxud da work. Deməli, sən oturmusan, hansı ki, həmin partada oxuyursan, yazırsan, işləyirsən. Bu nə ola bilər? Bu parta ola bilər ki, sən onun üzərində oturursan, dərs edirsən, yazırsan və yaxud da işləyirsən. 2-yə də uyğun gəldi C variantı. Deməli, 1-ə uyğun gəlmişdi. Uyğun, təbii ki, bildik ki, variantımız artıq Y variantıdır. Təbii ki, 3-cündə araşdıracağıq. Feeling that you need rest. Deməli, özünü çox, belə deyim ki, rahatlamağa, istirahətə ehtiyacı olan bir insan kimi hiss etmək. Yəni, insanların nə zaman istirahətə ehtiyacı olur? Təbii ki, yorğun olduqları zaman, əldən düşdükləri zaman, sosial problemlər bir yerdən, belə deyim ki, ictimai problemlərlə üst-üstə gələrək, insanın öz problemləri də insanı həqiqətən yorur. Və bunların hər biri bizim immunitetimizə çox böyük ziyan vurur, çox böyük təsir göstərir. Gəlin 18-ci sualın izahı ilə ətraflı şəkildə tanış olaq əzizlərim. Back sözün mənası geri anlamına gəlir. Yəni geri qayıtmaq bu anlamdadır. Never heç vaxt. Bus isə avtobus anlamına gəlir. Gəlin bunları araşdıraq. Return qayıtmaq. Not ever, yəni vaz keçməmək, heç vaxt. Vehicle that carries passengers. Okay? Deməli, return oldu qayıtmaq. Back, geri qayıdırsan. Not never, əl çəkmirsən. Yəni, heç vaxt deyirsən. Yəni, deyirsən ki, yox, never give up. Mən heç bir zaman təslim olmayacam. Vehicle that carries passengers. Deməli, passengersləri, yəni ki, sərnişinləri daşıyan bir avtomobil, bir maşın kimi nəzərdə tutulur. Bu da bir nəqliyyat vasitəsi və yaxud da bu da olacaq bus, yəni avtobus. A, B, C. Gördünüzmü? Necə gözəldir. Necə gözəl bir sayıdır. A, B, C.
qədər sadə. Deməli, gəlin 19-cu sualın izahı ilə tanış olaq. Teacher sözünün mənası müəllim deməkdir, bizi öyrədən müqəddəs müəllimlərimiz. Bike sözünün mənası velosiped. Baxın, bike həm sürməkdən az sürməyə anlamında gələ bilər fe'l kimi. Həmçinin də velosiped anlamındadır dostlar. Cartoon isə baxın sizə belə bir nüans deyəcəm, yazın qeyd dəftərinizə. Əgər kartı 2 dənə o olarsa bu cizgi film anlamına gəlir. Ancaq bir dənə o olarsa elə bu karton anlamına gəlir. Bildiyimiz kartonlar. Deməli, gəlin bunların definitionlarını araşdıraq. Animated film or television show. Deməli, hər hansı bir filmi və yaxud da animasiyanı televiziyada izləyirik. Deməli, bu olacaq karton, yəni ki, cizgi film. 3-ə uyğun gəldi. Gəlin 3-ə uyğun deyək. Afərin. Variantımız çox asan bir şəkildə qarşımıza çıxdı. Yəni, dediyim kimi, əgər 2 dənə sözü bilmirsinizsə, belə deyim ki, təşvişə düşməyə ehtiyac yoxdur dostlar. Bilmədiyiniz sözlərdir, yenə deyirəm, yalnızca lüğət dəftəri tutun və yazın. Gəlin B variantına baxaq. Person who teach. Şəxs kim ki öyrədir, öyrənməyi sevir, peşəsi budur. Təbii ki, müəllim. C variantına baxaq. Cycle with two wheels. Deməli, təbii ki, bu sözün mənası bike sözü ilə deməli eyni anlama gəlir. Təbii ki, siz cycle-la bike sözünü sinonim kimi götürə bilərsiniz. Çünki hər ikisi velosiped anlamına gəlir. Deməli, 2 təkəri olan bir qurğu, bir cihaz kimi anlama verək, anlam gətirək. Bu da oldu. Bike, yəni velosiped. 2-yə də uyğun gəldi C variantımız. 3-ə də A, 1-ə də B variantı. Deməli, dostlar, gəlin ən sonuncu sualımızın da izahını verək və sağollaşaq və növbəti videolarda da yenidən sizlərlə görüşək. Smart board ağıllı lövhə anlamına gəlir. Rule, qayda, qanun, again isə yenidən, təzədən, yenidən anlamına gəlir. Gəlin bu sözlərin mənalarına baxaq, definitionlarını araşdıraq. One more time, yəni ki, təkrar, yenidən, bir dəfə də olsa, yenidən, misal üçün bir yerdə olaq. Misal üçün həmin dərsi oxuyum yenidən bir dəfə də olsa yenə təkrar etmək istəyirəm. İnsanların ürəyində yaranır bəzən həmin duyğu. 3-ə də oldu A variantı. Çünki again yenidən one more time, yəni təkrarən bir daha bu anlama gəlir. B variantına baxaq. Large touch controlled screen. Deyir ki, large, geniş, touch controlled screen, yəni ki, öyrədici və sən onu kontrol edə bildiyin, yəni ki, onu idarə edə bildiyin bir ekran. Bu oldu smart board, yəni ağıllı lövhələr. Ağıllı lövhələr həqiqətən uşaqlar çox yaxşıdır. Yəni izah etmək baxımından ağıllı lövhələr çox yaxşıdır məncə. Mən elə düşünürəm. Sadəcə elektriyi biraz yeyir, o da düzdür, amma öyrənmək baxımından qəşəngdir. Rula baxaq. Rule sözünün mənası qayda anlamına gəldi. Used for driving straight lines. Deməli, istifadə edirsən. Deməli, bu uşaqlar nə deməkdir? Baxın, istifadə edirsən, driving həm şəkil çəkmək deməkdir və yaxud da çəkmək də deyə bilər. Straight, düz, lines. Deməli, qayda qanunlar biz bilirik ki, bu sözün mənasını aydınlaşdırıram. Qayda qanun o deməkdir, yəni həmin çərçivədən çıxmamalısan. Həmin istiqamətdə hərəkət etməlisən. Qaydadan kənara çıxmaq olmaz. Yəni bu sözün mənası o deməkdir. Yəni düz istiqamətdə çəkmisən, yəni boru xətti ilə eyni istiqamətdədir. Boru xətti deyəndə lines ümumiyyətcə xətt anlamına gəlir. Battle lines olanda misal üçün bu boru xətti anlamına gələcək misal üçün. 2-yə də uyğun gəldi C variantı əzizlərim. Deməli, gəlin bu variantlarını eşləşdirək. 2-yə uyğun gəldi C. 1-ə uyğun gəldi. Hansı variantı yazmışdıq biz? B variantı. 1-ə uyğun gəldi B. 3-ə də uyğun gəldi A variantı əziz dostlar. Cavabımız oldu C variantı. Uşaqlar, bu sınağı işlədikdən sonra mənə yazarsınız aşağıda ki, müəllimə, bəs bu qədər düzümüz çıxdı və s. belə.
Yəni məni də aldatmayın, özünüzü də aldatmayın. Əvvəlcə videonu belə deyim ki, sualları özünüz baxın, araşdırın, tapın cavabı, daha sonra mənim izahımla tanış olun ətraflı şəkildə. Belə dostlar, bugünkü videomuz sona erdi, belə deyək, bitdi. Növbəti videolarda görüşənə qədər, əgər videomu bəyəndinizsə, like atmağı, abunə olmağı, əgər sizi video ürəyinizi açdısa, bəyəndinizsə, yorumlar yazmağı unutmayın. Hamısını cavablandırıram. Sizlərə də geri dönüş edəcəm, narahat olmayın. Və artıq sağollaşırıq. Hələlik növbəti videolarımızda görüşənədək dostlar.